Kürdəmirdə magistral su boru xətti partlayıb. Hadisə Külüllü Kürdəmir magistral su xəttinin 31-ci kilometrində rayonun Qaraqocalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, diametri 500 mm-lik borunun partlaması nəticəsində şəhər mərkəzi və 6 kənd olmaqla ümumilikdə 8400 abonentin içməli suyun verilişi dayandırılıb. Magistral su borunun partlaması nəticəsində Qaraqocalı kəndində təqribən 7 həyatyanı sahədə ziyan görüb. Sakinlərin sözlərinə görə səhər saatlarında həyata dolmağa başlayan su onların evlərinin zirzəmilərinə, eyni zamanda meyvə bağlarına da xeyli ziyan vurub. Bir gecənin içində su gəlib basır. Hər ay beləncəyik, hər il beləncəyik. 2 aydan bir, 1 aydan bir, 3 aydan bir su durbalar partlayır, hər yeri su basır. Məhləmiz, evimiz, padvalımız hamısı suyun içindədir. Baxan da yoxdur. Müraciət eləmişsiniz bununla bağlı heç olmasa? Su idarəsi atır ki, böyük maşınlar deyir, buradan keçir, o vurur, patladır. Bunlar da nə bilim, hara baxırlar, neyinirlər, nə iş görürlər. Yayda məşğul olma, qışda məşğul olma. Yağış yağan kimi, bir damcı yağan kimi buradan da su partlayır, məhlələr su götürüb gedir. Dərdimiz nə olacaq deyə qardaş, görürsən də bax bicinlə. Su içində qırılıb batırıq. Ayda 2 aydan bir bicinlə su basır. Nə də ki, baxan yoxdur. Nədəndir bu su basmağı? Nədən olur? Hamısı deyir ki, kran turbası. Partlayır onu. Gəlib baxırlar, deyir ki, bu nədir? Deyir ki, ağır kamazlardır, keçir. Onu görüb partlayır. İndi dərdimizi biz kimə deyək? Suyunu qabağa getirib, qış havası. Su yay olsa hopub gedər. Qış havasıdır. Hara nə qayraq biz? Kanalizasiyada çəkmir, bir şey eləmir. Məsələ ilə bağlı Kürdəmir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Arzu Şahbazov televiziyamıza bildirdi ki, qəza səhər saat 5-6 radələrində baş vermişdir. Ağsu və Hərəmtəpə yolunun 31-ci kilometrində Külüllü Kürdəmir su xəttinin diametri 500 mm-lik boru xəttində qəza baş vermişdir. Qəza baş verən anda idarənin texnikası və canlı qüvvəsi qəza yerinə cəlb olmuş. Qəzadan aradan qaldırılması üçün isə hal-hazırda tədbirlər görülür. Çalışırıq ki, günün sonuna kimi əhalinin su təminatını təmin edək. Qeyd edək ki, Külüllü Kürdəmir magistral içməli su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub. Hazırda bu boru rayonun 8400 abonentini və ümumilikdə isə 21 min sakinini içməli su ilə təmin edir. Aqilə Sədov, Gün TV.